Fatihə surəsi var da, müsəlmanların hər namazda işlətdiyi sözdür. Orada belə bir sətir var, bizi nemət verdiklərinin yoluna yönəldi. Və insanların çoxsu nemət deyəndə var dövlət, bahalı avtomobil, ev, eşik, pul təsəvvür edir. Allah isə Quranda deyir, kimə hikmət vermişəm, ona ən böyük nemət vermişəm. Ən böyük nemət verdiyi adamlar içərisində İbrahimi, Yusifi, Lutu, Nuhu çəkir, bizə tanıtdırır, Musanı ki, ən böyük nemət mən bu adamlara vermişəm. Konfutsi hiss eləyirdi ki, ona elə bir nemət verilib, ona görə də başa düşdü ki, milyonçu olmaq bunun yanında balaca bir şeydir. Çox balaca bir şeydir. Ona görə o özünü təskinlik deyil. Özünü təskinlik deyil. Mən də gəncliyimdə çox zəngin olmaq istədim. Çırptım özümü sağa, sola, biznesə belə getmək istədim. Hadisələri Allah yönəltdi ki, hər dəfə məndə get müəllimlik elə. Və yalnız bugünümdə baxıram ki, mən müəllimlikdən getsəydim, mən bu işi bişirə bilməyəcəm.